Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda bir zal, 2 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Qiymətin 38.000 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Hal-hazırda mən sizə navesin alt hissəsini göstərirəm. Eyni zamanda darvazadan giriş hissəsində yerləşirəm. Bax bu navesin alt hissəsi 8-in 5'ədir. Bax bu cür böyükdür. Mənə elə gəlir hətta eni böyük olmalıdır 5'dən. Bax belə bir həyət evinin qiyməti 38.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə qapıdan giriş hissəsində yerləşirəm. Bax bura 3'ün 3'ədir. Bir mini otaqdır. Sağ tərəfdə hamamdır. Hamam 2'nin 3'ədir. 1,5 tonluq su bakı var. Bundan başqa, yəni baseynisi də var, dəqiq deyə bilmərəm, harasa 5-6 tonluqdur. Bax, bura isə hamamıdır, gördüyünüz kimi təmirlidir, 2'nin 3'ədir. Sənədi sərəncamdır, eyni zamanda arxiv arayışı var. Bura isə mətbəğidir, mətbəğin ölçüsü 3'ün 3'ədir, 2 qat kubiklə hörülüb. Bax, yenidən mən sizə mətbəğini göstərim. Onu da deyim ki, polu taxtadır, yəni başqa material deyil. İndi isə deməli, zalını göstərirəm. Zalın ölçüsü 8,5-ın 4,5-adır. Bax, yenidən mən sizə zalını göstərirəm. Bax, belə bir həyət evinin qiyməti 38.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İnternet xətti var. Otaqlar isə 4'ün 4'ədir. Bax, otaqlardan birini göstərirəm. Hal-hazırda bax bu cürdür. Necə görürsünüz? Deməli, küçəyə olan pəncərələrdə reşotkası var. Ümumiyyətlə reşotkası hər bir tərəfdən var. Pəncərələrin. Bura isə ikinci otaqdır. Bax, belə bir həyət evinin qiyməti 38.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Onu da deyim ki, deməli bu həyət evinin yaxınlığından dəmir yol vağzalından gələn deməli 20 marşrutu işləyir. Təxminən həmin marşruta qədər olan məsafə hardasa 250-300 metrdir. Bax, bu rəqəmlər maksimumdur. Bundan başqa Nifbaziyə yaxın bir ərazidir. Yenidən mən sizə deməli navesin alt hissəsini göstərirəm. İndi isə bağçasına çıxıram. Bağçası bax bu cürdür. 4 tərəfdən kubiklər hörülüb. Gördüyünüz kimi təxminən 10'a yaxın ağac növü var. Bax, yenidən mən sizə evin üst hissəsini göstərirəm. Bax, belə bir həyət evinin qiyməti 38.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Baseyni bax bu qarşıda görürsünüz. Təxminən hardasa 4-5-6 ton olmalıdır. Bax bu cür bilirəm. Bax belə sizlərə uğurlar.